Salam bacılar və qardaşlar, hər birinizi salamlayıram. Mən Aslanov Şamil, Həqiqət Yolunda kanalımda xoş gördük sizləri. Bugün istəyirəm Markın müjdəsi 7-ci fəsildən oxuyaq birlikdə. Və oxuyaq, maariflənək, öyrənək. Və öyrənək ki, həyatımıza təsir etsin və ruhumuza toxunsun bu ayələr. Burada belə yazır. Fərisilər və Yeruşəlimdən gələn bəzi ilahiyyatçılar İsa'nın yanına yığıldı. Onlar gördülər ki, İsa'nın şagirdlərindən bəzisi çirkli əllərlə, yəni əllərini yumamış çörək yeyir. Fərisilər və bütün yəhudilər ağsaqqallardan qalan adət-ənənəyə əməl edərək əllərini yaxşı yumadan heç vaxt yemək yeməzdilər. Onlar bazardan gələndə yuyunmadan heç nə yeməzdilər. Həmçinin bir sıra başqa adət-ənənələrə də əməl edərdilər. Belə ki, onlar kasaları, dolçaları, tunc qazanları və yataqları yuyub paklayardılar. Fərisilər və ilahiyyatçılar İsa'dan soruşdular. Nə üçün sənin şagirdlərin ağsaqqallardan qalan adət-ənənəyə görə yaşamayaraq murdar əllərlə çörək yeyir? İsa onlara dedi, Yeşaya Peyğəmbər siz ikiyüzlülər üçün nə yaxşı söyləyib. Yazıldığı kimi, bu xalq dodaqları ilə mənə hörmət edir, amma qəlbləri məndən uzaqdır. Boş yerə mənə səcdə edirlər. İnsan əmirlərindən çıxardıqları təlimləri öyrədirlər. Siz Allahın əmrini atıb, insan adət-ənənəsini tutursunuz. Sonra İsa onlara dedi, əgər öz adət-ənənənizə bərqərar etmək üçün Allahın əmrini kənara atmağı necə də yaxşı bacarırsınız. Çünki Musa belə əmr etmişdir. Ata-anana hörmət et və ya atasını, anasını soyan adam öldürülməlidir. Siz isə deyirsiniz, bir adam atasına yaxud anasına məndən umduğum yardım qurban oldu, yəni Allaha həsr olundu desə, onda həmin adama izin vermirsiniz ki, ata-anasına yardım etsin. Bununla da siz nəsildən nəslə ötürdüyünüz adət-ənənənizlə Allahın kəlamını heçə indirirsiniz. Axı buna bənzər çox işlər görürsünüz. İsa yenə cəmaatı yanına çağırıb onlara dedi. Hamınız mənə qulaq asın və dərk edin. Kənardan insanın daxilinə girən şey insanı murdar etməz. Amma insanı murdar edən şeylər onun daxilindən çıxan şeylərdir. İsa cəmaatdan ayrılıb evə gələndə şagirdləri bu məsəl barəsində ondan soruşdular. İsa onlara cavab verib dedi, siz də hələ dərk etməmisiniz. Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən şey insanı murdar etməz. Çünki daxil olan şey onun ürəyinə deyil, qarnına gedir və ifraz olunur. İsa bununla bütün yeməklərin təmiz olduğunu bəyan etdi. O sözünə davam etdi. İnsanı murdar edən onun ağzından çıxanlardır. Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, zinakarlıq, tamahkarlıq, şər əməllər, hilə, pozğunluq, paxıllıq, küfür, lovğalıq və ağızsızlıq çıxar. Bütün bu işlər insan daxilindən çıxıb onu murdar edər. İsa oradan ayrılıb Sur bölgəsinə getdi. O bir evə girdi və istəmədi ki, orada harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi. Bir qadının azyaşlı qızı natəmiz ruha
tutulmuşdu. Qadın İsa haqqında xəbər tutan kimi gəlib onun ayaqlarına düşdü. Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O İsa'ya yalvardı ki, qızından cini çıxarsın. İsa ona dedi, qoy əvvəl uşaqlar doysun. Çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmazdı. Qadınsa ona cavab verdi. Ya Rəbb, axı itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir. İsa qadına dedi, get, sənin bu sözünə görə cin qızını tərk etdi. Qadın evinə gələndə gördü ki, qız yatağında uzanıb və cin ondan çıxıb. İsa yenə Sur bölgəsindən çıxdı. Sidonu keçdi və Dekapolis bölgəsindən keçərək Qalileya gölünə çatdı. Bir kar və bir pəltək adamı İsa'nın yanına gətirdilər. Və yalvardılar ki, əlini onların üzərinə qoysun. İsa həmin adamı cəmaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına qoydu. Tüpürüb onun dilinə toxundu. Göyə baxdı. Ah çəkərək ona dedi, Efata, yəni açıl. O anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o aydın danışmağa başladı. İsa bunu görənlərə qadağan etdi ki, bu barədə heç kimə heç nə deməsinlər. Lakin nə qədər çox qadağan etsə də, o qədər çox xəbər yaydılar. Hamı hədsiz təəccüblənərək, hər işin öhdəsindən yaxşı gəlir. Həm karların qulağını, həm də lalların dilini açır. Amin. Bəli, bacılar və qardaşlar, burada yenə də İsa'nın möcüzələrinə şahid oluruq və görürük ki, İsa hər yerdə, hər zaman öz möcüzələrini göstərir və ehtiyacı olan insanlara da şəfa verir. Onun bacara bilməyəcəyi heç bir şey yox idi. Nitqində qüsur olan bir insanın nitqinə şəfa, eşidə bilməyən bir insanın qulaqlarına şəfa verirdi. Və bunu yox, bacarmaram, edə bilmərəm demirdi. Heç kimi öz qədəri ilə baş-başa buraxmırdı. Və hər kəsə qarşı sonsuz sevgisi və mərhəməti ilə daha yaxın idi. Və bu gün də, əziz bacım və qardaşım, İsa sənə şəfa vermək istəyir. O səni diriltmək istəyir. O sənin ölmüş ruhunu canlandırmaq istəyir. O sənin kar qulaqlarını, o sənin kör gözlərini açmaq istəyir. Əlbəttə bunlar fiziki anlamdan daha çox ruhani məna daşıyır. Bir insanın ruhu, qəlb gözü kördürsə, o insan fiziki görsə də o heç nə anlamayacaq və heç bir şey görməyəcək. İncildə hər yerdə İsa Məsih ey karlar, ey körlər deyərək həqiqəti görməyənlərə, ətrafındakı hadisələrə laqeyd qalanlara bu cür münasibət bəsləyirdi. Bu cür onları adlandırırdı. Ey ikiyüzlülər deyərək onları çağırırdı. İsa'nın davası inanmayanlarla değildi. O
Yəhudi din başçıları, hansı ki burada da oxuduq, onlar son dərəcədə titiz, hər şeyin paklığına, hər şeyin dəqiq olmasına önəm verən, amma qəlbləri xain olan, əməlləri yanlış olan, zahirən möminlik libasına geyinmiş və zahirən özünü mömin kimi insanlara göstərən bir topluma qarşı savaşırdı və hətta onları ağarmış qəbirlərə də bənzədirdi. O deyirdi, siz çöldən çox gözəl görünürsünüz, amma içiniz nifrətlə, pisliklə, ölü sümükləri ilə doludur. Onları bir qəbirə bənzədir. Ona görə də əziz bacım və qardaşım, İsa səni sevir. Onun mərhəməti, onun sevgisi sənə qarşı sonsuzdur. İsa Məsih Allahın sevgi və mərhəmət tərəfidir. O əsla insanları qorxudaraq öz itaəti altına almadı. O insanları sevərək Allahın mərhəmətini, Allahın nə qədər lütfkar olduğunu sizlərə bəyan etdi. Və sən də gəl İsa Məsihə iman et. Onun adıyla şəfa tap. İnanıram ki, sənə şəfa verər. Və sən dua et. İsa Məsih adıyla Tanrıya dua et ki, səni eşitsin və sənə yeni həyat versin. Sağ ol mənim bacım və qardaşım. Tanrı sizləri qorusun. Sabah çalışacağım. Markın müjdəsi 8-ci fəsli sizinlə birlikdə oxuyaq, araşdıraq və nəticələr çıxaraq ki, bizim ruhumuza şəfa olsun. Amin.